Əziz abituriyentlər, əziz tələbələr, ə, deməli bu günləri mən sizlər üçün 5 aprel 9-cu siniflər üçün olan imtahanın deməli qayda hissəsini sizlər üçün izah edəcəm. Yəni qeyd edim ki, suallara mən də sizlərlə birlikdə baxıram. Yəni tez olsun deyə suallara elə indi əlimə keçən kimi sizlər üçün izah edirəm. Mən İskəndərova Əsmər bu arada. Baxaq birinci 13-cü sualdan başlayır qaydalarımız. Bizdən pozitiv case istəyir. Pozitiv case yəni yiyəlik haldır. Baxaq digər variantlara. Öncə nələri çıxa bilərik biz? Deməli, these little boys olmaz. These təkdədir, boys cəmdədir, həm də ki, əlləri olmalı idi ən azından. Çünki bədən üzvləri öyrənmişik ki, ortaq ola bilməz. Həm də ki, these-dən sonra tək isim gələrdi. Ona görə 3 olan variantları çıxırıq. Sonra baxırıq digər variantlara. Men sözünə də s artırılmaz. Yəni mən olur men. Təkidə cəmidə kökdən dəyişərək daha doğrusu cəmlənən isimlərdəndir. Ona görə 3-ü də 4-ü də çıxırıq. Cavabımız olur C variantı. Yəni 13-də C olacaq. 14-cü suala baxırıq. 14-cü sualda cavabımız olacaq yenə də C variantı. Neither nor var, or yoxdur. Neither and yoxdur. Both and var, both or yoxdur. Either or var, either or nor yoxdur. Ona görə cavabımız olur C variantı. 14-də olacaq C variantı. 15-ci sualda bizdən məchul növ istəyir. Bir dəqiqə ekranı sizlər üçün yaxınlaşdırım, daha da yaxşı görünsün. Biraz keyfiyyətsizdir, çünki PDF formada deyil, şəkil kimidir məndə. Ona görə üzrlü sayın, yəni bu görüntüdən dolayı. Deməli, biz məchul növdə nə edirdik? Tamamlığı tapıb mübtədanı yerinə qoyurduq və A ilə başlayanları çıxırdıq. Çünki bilirik ki, məlum növün mübtədası məchul növün mübtədası ola bilməz. Buna görə çıxırıq. Sonra baxırıq zamana. Zamana baxırıq ki, organized keçmiş zamandadır və bizim quruluşumuz məchul növdə to be üstəgəlsin dan quruluşundadır və E variantında to be üstəgəlsin dan quruluşu yoxdur deyə çıxırıq. C variantı indiki zamandır, amma verilən cümləmizin zamanı keçmiş zaman olduğuna görə cavabımız olacaq A variantı. 15-də olur A variantı. 16-cı suala baxırıq. 16-cı sualda deməli, biraz tərcümə tələb edir bizdən. I was and happy during the flight because my seat was a window seat. Deməli, deyir ki, mən çox xoşbəxt idim. Digər tərəfə biz nə yazarıq? Baxaq görək. Deməli, uçuş ərzində, çünki mənim deyir, oturacağım pəncərənin deməli, I was a window seat. Yəni mən deməli pəncərə qarşısında olan oturacaqda idim. Deməli, bored olmaz. Angry məncə olmaz. Useless, faydasız nə mənası var? Upset-dəki üzgün. Axı burada happy deyir. Məncə burada olar lucky. Yəni doğru cavab olar burada A variantı. Çünki deyir ki, mən pəncərənin qarşısında oturmuşdum. Burada da happy var uçuş ərzində. Yəni digərləri hamısı mənfi mənadadır. Yəni cavabımız olur burada E variantı. Yəni 16-da cavab olacaq E variantı. 17-ci sualımıza baxırıq. 17-ci sualda yenə də definition testidir. Attend getmək, go, yəni attendin bilirik ki, davam etmək, getmək, iştirak etmək mənası var. Baxaq digər tərəflərlə notice sezməkdir. Yəni see, pay attention to somebody or something. Olacaq, 2 olacaq A variantı. Deməli stop somebody during disturb da narahatlıqdır, ya bilmirəm, nəsə bölmək, bölmək dayandırmaqdır. Olacaq, deməli C variantı, 1C, 2 3də qalır nəyə? 3də qalır B-yə. Yəni bir dəqiqə sorry, belə suallarda biraz diqqətli olmaq lazımdır. 2də olacaq. 2 2-ni yazdıq da, notisi yazdıq, bəli. 3, bəli, 3 olacaq. 3 olacaq B-də. Be present, yəni getmək, iştirak etmək. Nə oldu? Bizdə 1C, birin A olduğunu çıxarıq. 1C, 2A, 2A, 3B. Doğrudurmu? Doğrudur. Cavab olacaq B variantı.
Deməli, burada diqqətli olun, mən biraz tez izah edirəm. Yəni, bir də baxaq sualımıza. Distrab olacaq, stop, yəni deməli, bir oldu C. Bir C. 2, 2-yə dedik ki, notice olacaq A. Bəli, cavabımız oldu. Deməli, 17-də cavabımız oldu. Bir dəqiqə variantın üzərini örtmüşük. Cavabımız olur B variantı. 17 cavabımız oldu B variantı. Üzrlü sayın, çünki məndə sizinlə birlikdə baxıram. Yəni cavablar da məndə yoxdur. Yəni sizinlə birlikdə baxıram. Ona görə biraz gec izah eləyə bilərəm sualları. Ə, Baxaq digər variantımıza. Deməli 18-ci suala. Hə, close meaning, yəni yaxın mənalı sözləri deyir bizə. Tired, exhausted, bəli, yorğun deməkdir. Elə A variantı doğru variantımızdır. Digər variantlı spoil, dağıtmaq, korlamaq, clear, təmizləməkdir. Tell deməkdir, count saymaqdır. Ordinary adidir, strange qəribə, qeyri-adidir. Destroy dağıtmaqdır, repair isə onu düzəltməkdir. Yəni ona görə də 18-də cavab olacaq A variantı. 19-a baxaq, 19-da bizdə nə istəyir? Entered, you will enter the university, you hə, sən çox çalışsan, deməli biz if-dən sonra gələcək zaman götürə bilmərik. Sonra keçmiş zaman götürə bilmərik. İndiki bitmiş zaman, yəni baxaq, sadə indiki zaman götürəcək, yəni gələcək zamandan sadə indiki zaman olar. İndiki bitmiş zaman yox. Davam edici zamanda yenə də götürməyəcək. Yəni cavabımız olar burada A variantı. Deməli 19-da cavabımız oldu A variantı. 20-ci suala baxırıq. Box bizdə burada mübtəda xəbər uzlaşmasıdır və bilirik ki, mübtəda xəbər uzlaşmasında of-dan əvvələ baxırıq. Ümumiyyətlə söz önündən əvvələ baxırıq. Təkdədirsə biz tək götürürük, cəmdədirsə isim cəm götürürük. Ona görə də isim box təkdədir deyə cavab olacaq 2 3. 2 3 hardadır? B variantında. Deməli 20-də cavabımız oldu B variantı. Digər suala baxaq. 20-də B variantı. Aha, bu deyil. 21-ə baxırıq. 21-də yenə də hə, bu da söz önü testidir. Bəli, söz önü testidir. Görək burada söhbət nədən gedir? Deməli, bir dəqiqə ekranımı biraz sizlər üçün yaxınlaşdırım. 21-ci sualda baxırıq. The shop which is the house is closed. Deməli, hə, closed the weekend. Is closed the weekend. Baxaq görək, hə. At the weekend olar yəqin ki, burada həftə sonları bağlı olur. Deməli, birinci tərəfdə də baxaq görək nə olur. Deməli, the shop which is next to the house. Next to the house is closed. Between olmaz. Between iki dənə əşyanın arasında olardı. Ona görə götürmürük. From olmayacaq. Into evin içində olan olmayacaq. Cavabımız olacaq, bəli, elə tərcüməyə də baxanda next to, yəni bizim evin yanındakı mağaza, hansı ki deyir ki, həftə sonu bağlı olur. Ona görə də olacaq cavabımız B variantı. 21-də cavab olur B variantı. Deməli, baxırıq ki, boşluqdan sonra 22-ci sualımız bu arada sifətin üstünlük dərəcəsi ilə bağlıdır. Ümumiyyətlə sifət testidir. Baxırıq ki, boşluqdan sonra est gəlib, bizə Z lazımdır. Və digər tərəfdə də sayılan tək isim var deyə artiklsız cavab götürə bilmərik. Ona görə də cavabımız qalır D variantı. 22-ci sualda cavabımız olur D variantı. 23-ci suala baxırıq. Qaydalı feillər istəyir, regular verb istəyir bizdən. Build T olur keçmişi. Grove, grave olur. Forget, forgot olur. Send, sent olur. Cavab qalır E variantı. Doğru cavabımız olur E variantı 23-də. 24-cü suala baxırıq. Crow did, basa bastı. Ordinary, adi, sıradan. Baxaq görək, not unusual. Baxın, deməli olacaq bizim not unusual, yəni qeyri-adi olmayan, sadə. Olacaq deməli 3 olacaq A. Mülayim 2 olacaq C. 2C.
Crowded-də basa-bas, bu da olacaq a lot of people olan B variantı. Cavabımız olur deməli 1B, 2C, 3A cavab olacaq B variantı. 25-ci suala baxırıq. 25-ci sualda isə did. Deməli biz who did they get these unusual paintings from? E, deməli biz mübtədanın sualında sual cümləsidir, sorry. Sual cümləsidirsə, sual cümləsində baxırıq ki, deməli bunu tərcümə lazımdır bizə. Baxaq görək burada nə olacaq? Deməli, did they get these unusual paintings from? Did they get this unusual painting from? Who from olar, bir də where from olar. Elə 3-4 olacaq cavabımız burada. Yəni kimdən və why did they get this unusual painting from? Yox, why olmayacaq. Why from yoxdur. When from da yoxdur. Elə 3-4 olacaq cavabımız. 3-4 oldu. Belə əziz dostlar, İnşallah növbəti videoda da mən sizlər üçün mətni izah edib göndərərəm. Yəni hər hansısa bir problem, bir qüsur da olsa izahlarda üzrlü sayın. Çünki tez istədim sizlər üçün nəzərinizə çatdıram. Mən Əsmər İskəndərova. YouTube kanalımı izləməyə davam edin. Maraqlı izahlarımız olacaq sizlər üçün. Və bizim dərslərimiz barəsində də sizə qısa məlumat verim. Dərslərimiz əyani və onlayn şəkildə keçirilir. Onlayn hazırlıqlarımız mövcuddur. Və əlaqə nömrəmiz də kanalımızda yerləşdirilib. Diqqətiniz üçün təşəkkür edirəm. Bəyənib, abunə olub, paylaşmağı unutmayın. Çox sağ olun, dəyərli dostlar, diqqətiniz üçün.